Salam əziz müəllimlər və şagirdlər. Ekrandan da gördüyünüz kimi bugün biz sizlə 17 iyun tarixində keçirilmiş sertifikasiya imtahanının demək olar əksər ədəbiyyat suallarının izahına baxacağıq. İzaha keçməmişdən əvvəl sizdən bir xahişimiz var ki, videonu ətrafınızla paylaşın. Bu tipdə videoların da davamlı olaraq gəlməni istəyirsə kanala abunə olun və dərslərimizi mütəmadi olaraq paylaşın ki, siz də bizə dəstək olmuş olun. Ödənişli dərslərimiz haqqında da məlumat almaq istəsəz 050 745 85 85 bunu silə biləcəm görün. 85 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Burada da qeyd olunub nömrə. Yəqin ki, rahat görünür. Birinci sualda nə istəyir? Nizami Gəncəvinin İskəndərnamə əsərində şair nədən şikayət edirdi? Yolun dolaşıq olmasından. Yolun dolaşıq olmasından şikayət edirdi. Bəli. Biri götürürük. Tarixin bədii əsərə nisbətən süni olmasından belə bir fikir yoxdur. Yəhudi, Nəsrani, Pəhləvi mənbələrində ətraf məlumat olmamasına yox, əksinə deyir, onlardan məlumat toplayır. Bunlarda məlumat olmamasına şikayət edir, yanlışdır. İskəndər haqqında heç yerdə geniş məlumat olmamasından, bəli. İskəndər haqqında heç yerdə geniş məlumat olmaması da ona çətinlik yaradan məqamlardan idi. 1 ilə 3 olur düzgün cavabımız. Keçən ilin son gecəsi əsəri ilə bağlı doğru, uyğun fikirlər mənim. Səkinə Həmidə xalanın övladlarının vəfası olmasından gileylənir. Xeyr, belə bir fikir yoxdur. Əksinə övladlarının evdə olmasından nə əcəb deyir, hamı evdədir. Yəni sevinir əksinə bundan. Vəfası olmağından şikayət edir, yanlışdır. Və övladların vəfasızlığından danışan bu Postalyon Bəşir olur. Bu yanlışdır. Dilarə öz fəaliyyət dərnəyinin üzvü tərəfindən forslu adlandırılır. Öz fəaliyyət dərnəyinin üzvü Azadı deyir. Bəli, Azad da onu forslu adlandırır. Ona görə aralarında didişmə kimi bir deyək ki, məqam olur. 2 doğrudur. Süleyman Qohumbaylı kinayəli danışır. Bəli, ümumiyyətlə hər kəslə elə davranır. Yoldaşı ilə də, sonra qaynanası ilə də. Hətta o gəlib sıxılmasın deyə çağırdı Rüstəmin şahmat oyununda. O indi şahmat vaxtıdır. Belə bir gileylənir, kinayəli danışır. 4-də Leyla Dilarə haqqında qısqanclıqla söz açır. Onun məktəb yoldaşıdır Dilarənin Leyla. Xeyr, o sevinə-sevinə əksinə gəlir ki, direktor səni deyir, tədbirə çağırır. Azadı danlayıb, deyir, səni çağırmadığına görə. 4 yanlışdır. Ana övladlarının bayram günü evdə olmasını arzuluyur. Əslində, içində elə bir qəlbinin dərinliyində elə bir istəyi olsa da, amma özü göndərir hamısını. Deyək ki, Rüstəmi özü göndərir ki, barışdırır nişanlısı ilə, zəng elətdirir, sonra deyir, ged onun yanına. Qızın olsun, Dilarəni qəsdən deyəndə o getmək istəmir. Yenə o onu həvəsləndirir, get deyir, səni çağırıblar. Yəni, üzdə belə bir şey görmür. Ona görə bu yanlış fikirdir, götürmürük bunda. Cavab 2 ilə 3 olur. Suallar indi müəyyən qədər təhrif olunmuş formada ola bilər burada. Tam eyni olmaya bilər görünüş olaraq, amma 80% demək olar ki, şərt və variantlar eynidir. 3-də Nurəddin əsəri ilə bağlı fikirləri, doğru fikirləri seçin. Gülpərinin bəd xasiyyəti Nurəddinin faciəsinə səbəb olur. Bu doğrudur. Onun bəd xasiyyəti Nurəddini elə döyməsi, incitməsi, hər kəslə pis davranması Nurəddinin faciəsinə səbəb olur. Necə? Atası gəlir onu döyəndə görür, əsəbləşir, gedir iş yerində də ürək tutur olur, ölür. Atası öləndən sonra da Nurəddinin başına çoxlu faciələr gəlir. Bu doğrudur. Gülpərinin ona qarşı münasibətinin dəyişməsinin səbəbini Nurəddin təsadüfən öyrənir. Təsadüfən öyrənmək fikri yanlışdır. Ona Bahar izah edir, başa salır ki, buna görədir.
İmamverdi baba Əmraslanın yanlış tərbiyəsində qardaşını günahlandırır. Bəli, bu fikir də doğrudur. O tək oğlu olur atasının. Ona görə onu ərköyün böyüdürlər. İmamverdi də həmin o qardaşında görür bunun bu tipdə tərbiyə olmasının günahını, düzdür. Gülpəri və Əmraslan kənddə olanda sona qədər Nurəddinin İmamverdi babanın yanında qalmasına icazə verir. Xeyr, bir müddət qalır, sonra amma gəlib aparırlar. Bu yanlış fikirdir. Düzgün 1-dən 3 olur. Xurşudbanın Natıvan əsərində Şuşada sığınacaq tapan obrazlar. Seyid Hüseyn olur, gəlir Xurşudbanda ona yer verir və müəllim kimi işləmək üçün şərait yaradır. Knyaz Xasay sığınmamış, sadəcə evlənir Xurşudbani ilə, gəlir orada yaşayır. Məlikürdövlə də, daha doğrusu Mamay deyiləm, Məlikürdövlə olur sığınan, bir də Şahzadə. 1, 4, 5 olur düzgün cavab. Azmışam, saç asmışam, bilməmişəm, şüllənməmiş, yaş asmışam. Nümunəsi ilə bağlı doğru fikri müəyyən edilir. Doğruları tanımalıyıq. Səs oxşarlığı üzərində. Səs oxşarlığı deyil, oyunu idi əslində elə. Səs oyunu üzərində qurulub deyir. Bu doğrudur, bəli. Yanıltmazda bu nümunə və yanıltmazda bəli, səs oyunu üzərində qurulur. Lirik növün yox, epik növün janrıdır. Humoristik məna ifadə edir, doğrudur. Epik növün ən qədim janrıdır. Bu yanlışdır. Ən qədim janrı nağıldır. Cavab yenə 1-dən 3 olur. Qafqaz müsəlmanlarının xitab əsəri ilə bağlı doğru fikri seçildir. Xəfif bəhrində yazılıb, bəli, Ərzun xəfif bəhrindədir, bu doğrudur. Başqa millətlərin tərəqqidə geri qalması əks olunub. Xeyr, bizim millətin başqa millətlərdən tərəqqidə geri qalması əks olunub. Başqa millətlərin tərəqqi eləməyi. Bu yanlışdır. Xalqı tora salmağa çalışan hoqqabazlardan danışılır, bəli, bu doğrudur. Hoqqabazı naqabil işlədilir bu ifadə orada. Cahilliyin, nadanlığın çarəsinin elm, təhsil olması. Cahilliyin, nadanlığın çarəsinin. Bəli, bu da doğrudur. 1, 3, 4 olacaq. Burada başqa bir 5-ci variant da var idi, amma yadda qalmadığına görə sadəcə bunlar qeyd olunur. Onu da qeyd edeyim ki, bunların bu açıq tipli deyil. Yəni orada deyək ki, 5-ci uyğunlaşdırmada olur hansısa fikir, sonra da variant olur. Məsələn, A-da 1, 5, nə bilim, D-də nə, C-də nə, belə bir şey olur. Açıq tipli olmur. Bomba əsəri ilə bağlı yanlış fikri seçildir. Kristof Kərbəlayzalı qaydaları bilməməkdə təqsirkar bilir. Qaydaları bilməməkdə bu yanlışdır. Deyir ki, ya sən qocalıbsan, ya da rüşvət alırsan. Bunları da günahlandırır. Qaydaları bilməkdə elə yanlış budur, günahlandırmır. Arvadı Kərbəlayzalı işdən çıxıb baqqal dükkanı açmağı məsləhət görür. Bəli, o da deyir ki, sən deyir qulluğun dadını bilmirsən, 1-2 ilə pensiyaya çıxacam, oturub rahat yeyərik. Ondan sonra da hər dəfə arvadı razı olur onun sözündən sonra. Kərbəlayzalı çuğulçuluğa təhrik olunur. Bəli, onu deyir ki, təzə gələn rus deyək ki, nə deyək, pristavları deyək, Qaradovoylar deyək, balta tapıb, bilir, nə bilim, silah tapır, mərmi tapır, sən amma heç görmürsən. Ya qocalıbsan, ya da rüşvət alırsan. O da dər götürür, fikir götürür, bundan sonra onu gedir belə bir şey deyir. Yəni, Feyzullahın evində bomba olmağı, deyək ki, şayəsini yayır. Bu doğruydu. D-də Usta Zeynal Feyzullahın evində xəbər verilmədən axtarış aparılır. Bu da doğrudur. Qaradovoylar bombadan ehtiyat edib çuval açmaq istəmir. Bəli, Usta Feyzullah özü deyir ki, icazə verin, mənasını göstərim nə olur. Cavab A oldu burada. Vətən yaraları əsərində təşkilçinin məktəb yoldaşı. Məktəb yoldaşı ilə bağlı yanlış fikri seçin. Təşkilçinin 3 əsgəri olur da, biri təşkilçi, biri Nəsrəddin, biri də Lətif. Təşkilçinin məktəb yoldaşı olan Nəsrəddindir. Nəsrəddin.
İndi Nəsrəddinlə bağlı yanlış fikirlər tapmalıyıq. Komandirin sirdaşı olur, bəli. Onun haqqında hətta bir uşaqlığa qayıdır və əhvalat da danışır ki, məktəb vaxtı onun arxadan çantasından çox yaraşıqlı çantası var idi, ondan tutub dartardı. O nə qədər eləyirdi, geri dönə bilmirdi ki, görsün eləyən kimdir. Amma deyirindi, komandirin ən yaxınıdır, bütün işlərə, bütün gizli əməliyyatlara özü ilə onu aparır. Bu doğrudur. Bizə yanlış dediyinə bunu götürmürük. Bizə doğru yox, yanlış lazımdır. Dostlarına yataq yeri düzəldir. Bu lətifə aiddir. O bizdə 2 yaş kiçik olduğuna yüngül ayaqlıq edirdi. Dincələndə deyir, ayağı ilə yeri döyəcləyib bizə yatmaq üçün yer düzəldirdi. Bu lətifə aiddir. Ona görə götürürük. Yanlışdır. Yəni Nəsrəddin aid deyil. Onun əvəzində kənddəki bulaqlardan su içməyini istəyir. Bunu da lətif deyir. Deyir, gedərsən nə filan gülləri yığarsan, Yasəmən, Bənövşə, nə bilim, nə otu, bulaqlardan dirili dağıdır, nədir, çıxarsan, bulaqlardan su içərsən. Bu da lətifə aiddir, Nəsrəddinə yox. Universitetdə gedib döyüş yoldaşları haqqında danışmasını istəyir. Bu Nəsrəddinə aiddir, ona görə götürmürük. Ən sevdiyi şeir kitabını gətirməyi xahiş edir, bu heç birinə aid deyil. Cavab 2 ilə 3 olur onda. Mirqasım obrazı Daşdəmirdən fərqli olaraq. Mirqasım meşəbəydir, Daşdəmir də o İtçaqbozdan, nə bilim, heyvan saxlayır, o. Təbiətin taleyini düşünürdü, bəli. Mirqasım Daşdəmirdən fərqli olaraq düşünürdü, amma Daşdəmirin vəzifəsi deyil. Qohumlarının vəzifəsindən istifadə etmirdi. Oğlu, nə olur, raykomu kətib olur, hansısa vəzifədə işləyir, böyük oğlu və bəli, istifadə eləmir ondan. 1-2 doğrudur. Meşəyə gələn şəhərli gəncləri qonaq edirdi. Şəhərli gənclər onu qonaq edirdi, o gənclər yox. Təbiəti insanlardan üstün tuturdu. Təbiətlə insanı vəhdətdə götürürdü, yəni eyni. Hansısa bir-birindən üstün tutmurdu. 1-dən 2 olur düzgün cavab. İblis əsəri ilə bağlı səbəb-nəticə əlaqəsində yanlış olanı seçin. Vasiflə Rənanın qaçdığını İblis Arifə deyir. Arif özünü öldürmək istəyir. Yanlış olanı seçin deyir. Bu yanlış deyirlər. Bunlar yəni qaçmırlar da, orada olurlar. Yəni harasa qaçmaqlarından söhbət getmir, ona görə bu yanlışdır. İbn Yəmin həbsdən qaçır, İblislə birlikdə qisas planı qurur. Xeyr, İbn Yəmini orada götürürük də bunu. Güllələyib öldürürlər, qaçmaq fikri, bu da yanlışdır. Xavər Arifə Rənanın orada gizləndiyini deyir. Arif sikili halda Rənanı öldürür. Arifə Rənanın orada gizləndiyini deyir, fikir də yanlışdır. Bunu da götürürük. İstanbulun İngilislər ələ keçirir, zabitlər müharibəyə yola düşürlər. Bu doğrudur. Rus zabitlər ərəb zabitini öldürür, digər zabitlər onu öldürmək fikrindən daşınır. Bəli, bu da doğrudur. Cavab 1-2-3 olur. Səsli qız əsəri ilə bağlı hansı nəticələrə gəlmək olar? İstedadlı, bacarıqlı insanları olan ölkə məğlub olmaz. İstedadlı, bacarıqlı insanları olur, amma məğlub olur axırda həmin ölkə. Ona görə bu yanlışdır. Günahsız insanlara zülm etmək olmaz. Bu doğrudur. Əvvəl ölkəsi olan xalq ölkəsiz yaşamaz. Bu tipli cümlə idi, bəli. Bu da doğrudur. Sonda azadlıq əldə edirlər. Din adamları xalqı həmişə aldadar. Həmişə aldadar fikri də həmişəyə görə bu da yanlış olur. Düzgün cavab 1-dən, daha doğrusu 2-dən 3 olur. Əsgər məktubu əsəri ilə bağlı doğru fikri seçin. Şeirdə əsgərin şəxsi həyatı ilə bağlı arzularına da yer verilib. Bəli, bir nişan həsrəti, bir toy həsrəti şəxsi həyatı ilə bağlıdır, doğrudur. Əsgər məktubu vətənə bərabər tutulur. Bəli, deyir, zirvə də vətəndir, ətək də vətəndir, zirvə də vətən. Doğrudur bu da. İnamsızlıq əsgər silahlarını susturar. Bu yanlışdır. Müxtəlif müraciət obyektlərindən istifadə olunur. Bu da yanlışdır. 1-dən 2 olur. Pəri qoşması ilə bağlı düzgün fikri seçin. Pəri hamının tanıdığı el gözəli idi. Eydən baxaq. Şeirdə rədifdən istifadə olunsa da təşrirdən istifadə olunmuyub. Təşrirdən istifadə olunmuyub. Həm bir rədif var, pəri. Təşrirdən də istifadə olunub əslində. Pərinin yalnız xarici görünüşü təmin edilir. Həm ağlı, kəmalı
gözəlliyində danışır. Təkcə xarici görünüşü yox. Pəri şairin şəxsən tanıdığı el gözü olan lirik qəhrəmandır. Şəxsən tanıdığı olan bura qədər doğrudur. Lirik qəhrəman deyil, amma lirik qəhrəman şairin özüdür. Şair gözəlin bərbəzəksiz olğusunu təəssüflənir. Xeyr, onun bütün bərbəzənin yerində olduğu vurğulanır. Ənliyi, kirşanı, deyir, neynər, zamalın. Sonra bütün bərbəzələri yerindədir. Bundan şikayət edir, fikri yanlışdır. Pəri hamının tanıdığı el gözəli idi. Doğru fikir, elə doğru budur. Təşrirdən də istifadə olunmuyor fikri yanlış edir bunu. Ona görə E də səhvdir. Düzgün cavab elə A variantıdır. Burada uyğunlaşdırma edir. Bunlar balaca hərflə yazılmalıdır. Yəni 1-ə nə getməlidir, 2-yə nə getməlidir, 3-ə nə getməlidir, 4-ə nə getməlidir, 4 nədir? Daha doğrusu 7-yə, yəni 1-ə hansılar ABCD-dən hansı getməlidir, sabitdən hansı uyğun olmalıdır. Belə idi, uyğunlaşdırma. Mənəvi səhvlərdən fərqli olaraq onun manqurtlaşması könüllü idi, bu sabitdən aiddir. Yəni o mənəvi sələfləri kimdir onların? Nayman ananın oğlu da Jaleman. Onlar deyək ki, düşmənləri tərəfindən zor gücünə manqurtlaşdırırlar. Başları qırxılır, dəvə dərisindən başlarının nəbibinə keçirilir, belə kölə halına salırlar. Amma bunlar könüllü olaraq. Yəni, onu kimsə məcbur eləmir ki, sən atanın deyək ki, dəfnində laqeyd yanaş. Sadəcə özü elə idi. Nayman ananın ağı dediyi yerdə dəfn olmağın vəsiyyət edir. Bu 7G idi. Bəzən adətən onları vəzifədən üstün tutur. Bu da 7G-yə aiddir. Qoranlı razyezdində işləyirdi o. Deyir ki, düzdür, həmin an vəzifəsini atıb getmir. Amma deyir ki, gedib yuxarılardan icazə almaq istəyir. Deyir ki, bir gündən heç nə olmaz da, yəni ölüdür, deyir, ölü yerdə qalmayacaq ki. Ziddiyyətli xarakterə malik obrazdır. Heç birinə aid deyil bu. Ölünün harada dəfn edilməsi onun üçün fərq etmir. Bu da sabitdən aid. 1-ə BC, 2-yə AE. Zeybəş qızı və Təbrizim əsəri əsasında uyğunluğu müəyyən edin. Baş qəhrəman, məzmun oxşarlığı, forma fərqi. Baş qəhrəman əlinə silah alıb vətəni müdafiə edir. Əlinə silah alıb vətəni müdafiə edən Zeybəş qızına aid. Vətənin azadlığını düşünür, silaha sarılır. Bu da Zeybəş qızındakı baş qəhrəmana aiddir, Mithat Əfəndiyə və Zeybəş qızına. Çox sevdiyi şəhərə gəlində sevinir, gülçə ilə qarşılanır. Təbrizimdə də aiddir, deyir, sən çıxdın qarşıma gülləçə ilə. Zeybəş qızında da, bəli, sonda Zeybəş qızı da Mithat Əfəndi hər üçü gülçə ilə qarşılanır. Bu hər ikisinə aid məzmun oxşarlıqdır. Üçü götürürük. Forma fərqi anında duyğu və hisslərin tərənnümü əsasında yaranan Təbrizim əsəridir. Bəli, bu fərqdir. Müharibə insanların sənət gözəl eşqini öldürə bilməsi üçün ifadə olunub. Bu forma ilə bağlı deyil, bu məzmun deyək ki, məzmunla bağlı fikirdir. Baş qəhrəmanın təşkiyəsi əsasında yaranıb. Baş qəhrəmanın təşkiyəsi əsasında yaranıb. Bu da üçüncü şəxsin dilindən deyilir. Baş qəhrəman yox, ona görə bu da yanlışdır. Düzgün cavab 3-dən 4 olur. Oktay Öloğlu əsəri haqqında düzgün fikirləri seçin. Oktay Firəngizin xəyanətindən əvvəl, Oktay Firəngizin xəyanətindən sonra. Əslində aşağıda Bixan da var idi. Dəqiqə. İki fikirdə ortaq olaraq burada verilmişdi burada. Deməli, hansıları idi? Deyək ki, 5-dən 6 olsun burada. Bu tipdəydi testin quruluşu. Avropalaşmağı qəbul etmir. Bu xəyanətindən əvvəl idi, bəli. Rus teatrında Səməd bəy gedib işləməyini istəyir filan. O da deyir ki, mən nələrin iti, filankəslərin iti kimi hər gün
hazır yeməyə getmək istəmirəm. Yəni Avropalaşmağı geri çevirirdi. Bu Frankizin xəyanətindən əvvəldir. Bəli, insanların pul əsiri olması ilə razılaşmırdı. Belə idi, razılaşmırdı. Bu ortaq yerə yazılmalı və bu yanlışdır. Həm əvvəl, həm də sonra. Hökumətə qarşı çıxırdı, xəyanətdən əvvəl idi. Bəli, deyək ki 5 burada deyil də. Burada düşünək. 1-2. Buradan nəyi götürdük? 1-i. 5 ilə 6-nı burada düşünməyin də. Düşünün aşağıdadır. Oktay Firəngizin xəyanətindən sonra Firəngiz ilə Oktayın diyaloquna yer verilir. Bu hər ikisində idi. Bax, həm əvvəl, həm sonra hər ikisində diyaloqu var. Süni həyatı tənqid edirdi. Bəli, xəyanətindən sonra idi. 1-i götürdük, 4-ü götürdük. Hökumətə qarşı çıxırdı. Bu xəyanətdən əvvəl idi. Götürmürük. Teatra gələnlərin sayı artır. Hər ikisində, bəli, həm əvvəldə, həm də sonra Oktaya görə teatra gələnlərin sayı artır. 6, 1, 4, 6 olur cavab. Bunu təkcə ayrıca bir sual kimi izah eləmişdim sizə əslində, amma yenə də baxaq. Deməli, Anarın keçən ilin son gecəsi əsərindəki Həmidə xala, Qaytar ana borcunu əsərindəki ana obrazı, Səlma ana, Hüseyn Cavidin ana əsərindəki Səlma ana obrazı. Bunlar haqqında uyğunluq müəyyənlə. Yalnız birinə aid doğru fikir, yalnız ikisinə aid, heç birinə aid olmayan fikir. Oğlunun ayrılığının acısını yaşayır. Bu ikisinə aiddir. Deməli, ana borcu, bir də Hüseyn Cavidin anası. Bu yalnız birinə aid verildiğini yanlışdır. Qonşular təsəlli verir, övlad vermir. Bu da Qaytar ana borcuna aiddir. O səslədi qonşuları, Əsmər Çiçək bacını, onlar təsəlli verdi, onlar övlad vermədi. Bu da yanlışdır. İkisinə aid olan fikir. Oğlundan məktub almadığı üçün narahat idi. Bəli. Bu Qaytar ana borcunu bir də Hüseyn Cavidin anasına aid. Həmidə xalaya yox. Övlad sınağı ilə sınağa çəkilir. Bu da ikisinə aiddir. Bəli, Həmidə xalaya aid deyil. Heç birinə aid olmayan fikir öz dərdini tanımadığı insanlara açır. Bu heç birinə aid deyil. Bəli, bir də 6-cı fikir də var idi. Təhsilini yarımçıq qoyur. Yarımçıq. Bu da heç birinə aid olmayan fikirin altında verildiyinə görə yanlışdır. Çünki bu Həmidə xalaya aiddir. Düzgün cavab 2, 3, 5 olur onda. Bədii təsir ifadə vasitələri birinci mətdə olsa da, hansı bədii təsir ifadə vasitələri birinci mətdə olsa da, ikincidə yoxdur. Kömürdən alma çiçək, yarpaqdan ipək. Daşdan gövhər çıxar, buluddan şimşək. Gətir ildırımın məğrur səsini, bax. İldırımın məğrur səsini gətir. Belə olmalıydı. Burada inversiya var. Zəmilərdən sürünmür, bağçalardan var. Dərlərdən vüsət, dağlardan yuqar. Kömürdən almazsa buluddan şimşək, qumru bulaqlar var burada. Qumru da epitetdir. Cavab elə epitetindən inversiya idi. Baxaq indi. Özünlə çiçəkli güllü yaz gətir. Bax, burada inversiya yoxdur, sondadır. Bir aşıq manası bir yaz gətir. Gətir, bax, burada ayrıca bir cümlədir. Yollarına mən müntəzirəm. Buradakı xəbər budur. O gətir ayrıca bir cümlədir. Onu inversiya götürməyib. Bax, vergül var senin gözündən sonra. Yine burada da gətir ayrıca bir cümlədir. İnversiya yoxdur. Burada gətirilər öz yerindədir, xəbərlər. İnversiya yoxdur. Epitet də yoxdur burada. Epitetlə inversiya 2-4 idi. Orada belə variant var idi. Biri epitetli, bir də inversiya. Türkün deli şeiri ilə bağlı uyğunsuzluğu müəyyən edin. İnsan anadan şair olmalıdır fikri ifadə olunur. Bəli. Şair ola bilməzsə anan doğması şair. Bu doğrudur, uyğunsuz deyil. Fars şairləri çox sözlərini bizdən aparmışlar. Bəli, Fars şairi çox sözlərini bizdən aparmış, belə bir misra var. Əsl şair başqa dillər sözlərdən istifadə edib əsərini zənginləşdirməlidir. Xeyr. Bir öz ləfzinə, fars sözlərini öz ləfzinə qatmasa şair, şeirin eşidənlər, oxuyanlar kəsil olmaz. Deyir ki, qatmamalı sənə. Qatmaq fikri yanlışdır.
Ona görə uyğunsa elə bu olur. Dilə yad sözlər qatılması öz təmizliyini saxlayar. Bu da doğrudur. Ona görə götürülmüş cavab C olur. Bu qədər. Bu tipdə izahlarımızın, sınavlarımızın davamlı olaraq gəlməyini istəyirsinizsə, kanala abunə olun və ətrafınızda paylaşın. Sağ olun.